Məhəmməd Baqir Sədrin problemi o idi ki, şərqdə doğulmuşdu. Yoxsa qərbdə doğulsaydı, görərdiniz ki, hər addım başı bu görkəmli simanın bir heykəli var. Amma şərqdə doğuldu. Şərqdə ümumiyyətlə öz dahi şəxsiyyətləri ilə nə edir əzizlərim? Ölüpərəstdilər. Ancaq biri öləndə başlayırlar onu ucaltmağa, ona ağlamağa. Ay Allah, gör nə möhtəşəm şəxsiyyətimiz vardı. Ay rəhmətli, bu adam sağ olanda aranızdaydı da. Vallahi yeməyə bir loğma çörəyi belə yox idi. Məhəmməd Baqir Sədr, əzizlərim, vəqf evində yaşadı. Elə orada da dünyasını dəyişdi. O vəqf evinin də vəziyyətinə bir baxın. İçəri girəndə soldakı o 6 metrlik otaq qəbirstanlıq idi. Ölülər olan yer idi. O biri tərəfdəki o 6 metrlik otaq isə onun qonaq otağı idi. Özü də, uşaqları da o qəbirstanlığın üstündə yaşayırdılar. Allah haqqı, indi hansısa ailənin dözümüz çatar ki, elə bir evdə yaşasın. O evdə ki, orada alimlər, ölülər dəfn olunub. Kimin buna ürəyi gələr? Deyər ki, vallah gecə qorxudan havalanaram. Amma Məhəmməd Baqir Sədr orada yaşayırdı. Budur Məhəmməd Baqir Sədrin həyatı.